Səncə insana həyatda ən çox nə lazımdır? Pul, sevgi, yoxsa başqa bir şey? Bilmək istəyirsənsə, videonun sona qədər izlə. Şəfa, insan varlığının davamlılığını və həyat keyfiyyətini müəyyən edən əsas amildir. Bu yalnız fiziki bərpa deyil, daxili tarazlığın və psixoloji sabitliyin yenidən qurulmasıdır. Səbir, passiv gözləmə deyil, şuurlu dayanıqlıq və nəfsə nəzarət formasıdır. Ən böyük nəticələr çox vaxt bu görünməyən prosesdən formalaşır. Ağıl, insanın istiqamətini müəyyən edən əsas idrak mexanizmidir. Rasional düşüncə insanı həm səhvdən qoruyur, həm də həqiqətə yaxınlaşdırır. Bilik sadəcə məlumat deyil, onun dərk olunması və düzgün tətbiqidir. Bilik insanın dəyərini və seçim keyfiyyətini formalaşdırır. Allah, idrakçının ən yüksək mərhələsidir. İnsan dərk etdikcə anlayır ki, bütün nizam və məna vahid və mütləq bir mənbəyə əsaslanır. Quran, Surə Ra'd, ayə 28. Bilin ki, qəlbləri yalnız Allahı zikr etməklə rahatlıq tapar.